Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz Azərbaycan dili 1-ci sinif 1-ci hissədən dərs 1 ailə və məktəb mövzusu olacaq uşaqlar. Suallara cavab verməklə şəkillər üzrə danışın. Sizcə baba ilə nənə Ramini nə üçün təbrik edirlər? Gəlin baxaq görək uşaqlar. Deməli, Raminlə anası çantaya hansı əşyalar yığırlar? Ramin və atası nə edirlər? Deməli, birincisi suallara tapşırıq verək. Sizcə baba ilə nənə Ramin nə üçün təbrik edir? Çünki bu gün, həmin gün Ramin məktəbə gedəcək və ilk bilik günü olacaq uşaqlar bildiyimiz kimi və indidən nənə və babası ona bir hədiyyə alıb və məktəbdə uğurlu bir dərs sezonu keçirməyini, dərs ili keçirməyini arzu edirlər. Öz ailə üzvləriniz haqqında danışın. Siz öz ailə üzvləriniz haqqında danışa bilərsiniz. Neçə bacınız var, neçə qardaşınız var, ana atanız, ailədə neçə nəfərsiz, kimlər neçə yaşlar var, nə işlə məşğuldurlar və s. Bunlar haqqında danışa bilərsiniz uşaqlar. Bəli, Raminlə anası çantaya hansı əşyaları yığırlar? Gəlin baxaq görək. Deməli, dəftər, qələm, xətkeş, sonra kitab, fənər və eyni zamanda burada bir tost var uşaqlar. Hər halda tostu da anası hazırlayıb ki, məktəbdə yesin Ramin. Ramin və atası nə edirlər? Ramin və atası deməli hərflərdən ibarət deməli yapbozlar var orada gördüyümüz kimi. Onları bir-birinə düzüb ad düzəldirlər. Yəni hərfləri birləşdirib ad düzəldirlər. Bir növ domino kimi. Mənim ailəm. Hərfləri xatırlayaq. Ana, baba, nənə. A ana. Ana A hərfi ilə başlayır. Baba B hərfi ilə başlayır. Nənə N hərfi ilə başlayır. Ramin R hərfi ilə başlayır. Ata A hərfi ilə başlayır. Zəhra isə Z hərfi ilə başlayır. Belə. Aşağıda kimlərin şəkli verilmişdir. İlk hərfləri ilə uyğunlaşdırın. A hərfi anaya aiddir. B hərfi babaya aiddir. N hərfi nənəyə aiddir. R hərfi böyük hərf ilə yazılan R də Raminə aiddir. Sözləri oxuyun. Gəlin oxuyaq. An, ana, banan, bazar, bar, ambar, ara, araba. Belə. Bunu da öyrənmiş olduq. Şəkildəki varlıqların adlarını deyin, seçilmiş hərfləri səsləndirin. E hərfi ilə başlayan ev, Ə hərfi ilə başlayan ərik, S hərfi ilə S hərfi ilə başlayan soğan, Ş hərfi ilə başlayan şir, F hərfi ilə başlayan fənər, İ hərfi ilə başlayan inək və bunu gördük. I hərfi ilə başlayan bir sözümüz yoxdur, amma I hərfi ilə başlayan bir sözümüz var. Yəni arı. Belə. Deməli uşaqlar bu tərəfdə də böyük hərflərin kiçik hərflər versiyası da verilib belə. Sözlərdə çatışmayan hərfi tapın. Uşaqlar bu nədir? Zəhərli olur. İlandır. Burada lan verilib, deməli buraya i qoymalıyıq. Yəni təqribən buraya bir dənə i qoyacağıq belə. Bu nədir? Siçan. İçan yazılıb, bir dənə sımız əksikdir. Belə. Sonra. Bağışlayın uşaqlar bir dəqiqə. Aha. Ayı. Ay yazılıb, I yazılmayıb. Ayı. Belə. Bu nədir? Əlcək. Lıcək yazılıb, Ə çatışmır. Fildir. F yazılmayıb. Bura bir dənə F yazırıq. Eynək. E hərfi çatışmır. Qoyun da yaxşı yazaq. E hərfi. Aha. Sonra sözləri oxuyun. Nanə, nənə, bibi, bir, sel, səs, sərin, şirin. Belə. Şəkildəki varlıqların adlarını deyin, seçilmiş hərfləri səsləndirin. Limon, el, yəni el hərfi ilə başlayır. Odun, o, ördək, ö, turp, T,
cücə, C, həkim, H. Sonra şəkillərin altına verilmiş sözləri oxuyun. Onları ilk hərflərinə görə uyğunlaşdırın. Cəlal, Lalə, Tahir, Lent, telefon, corab. Aha, yuxarıdakı şəkillərdən hansı aşağıdakı şəkillərlə eyni başlayır? Cəlal, corab. İkisi də C hərfi ilə başlayır. Gəlin uyğunlaşdıraq, belə eləyək. Cəlal, corab. Lent, lalə. Bu da belə olur. Telefon isə Tahirlə T hərfi ilə başlanmış olur. Belə. Gəlin sonda sözləri oxuyaq. Tor, torba, tar, səttar, tac, eltac, hələ, tələ, hər, səhər, səhnə, həsən. Belə. Uşaqlar, bu günlük bu qədər. İnşallah ki, dərsimizi bəyənmiş olarsınız. Əgər bəyəndinizsə, siz və faydalı hesab etdinizsə, kanala abunə olmağı unutmayın ki, biz bu kanalda 1-ci sinifdən 11-ci sinifə qədər hər bir şeyi paylaşırıq. Testlər, kitablar, dərslər, yarışmalar, hədiyyəli yarışmalar və s. keçirəcəyik. Elə isə indidən kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.